möhtəşəm, enerji dolu bir həftə sonundan hər birinizə salam olsun. Yeni videoma xoş gəlmisiniz. Yarışa son 6 həftə qaldı. Bugün ayaq günüdür. Ayaq idmanı edəcəm. İstədim ki, 6 həftə qala ayaq idmanımı sizinlə bölüşüm. Düzdür, men's fizik kateqoriyasında yarışdığım üçün ayaq mənim üçün çox da əslində əhəmiyyət kəsb etmir, amma ayaq idmanı etmək yenə də mütləqdir. Kateqoriyadan asılı olmayaraq. Bundan əvvəlki həftələr ayaq idmanını daha belə sərt şəkildə işləyirdim. Progressive overloadda çox fokuslanmışdım. Yenə də bu həftədən başlayaraq ayaq idmanını daha yüngül etməyə çalışacağam. Yəni özümü çox əslində açıq yormaq istəmirəm ayaq idmanı ilə. İsinmə hərəkətləri işləyib idmana başlayım. Təxminən 5-6 hərəkətimiz var. Keçək idmanımıza. Dəyərli izləyicilər, idmanımı bitirdim. Biraz yorucu keçsə də yaxşı idi. Allah şükürlər olsun ki, bitdi. Son olaraq kardiomu edə-edə elə Mr. Olimpiya yarışını izləyəcəm. Bildiyiniz kimi 2025-ci ilin Mr. Olimpiya yarışları keçirilir. Sevindirici haldır ki, idmanın ortasında elə baxdım. Bizim Türk qardaşımız olan Nihat Kaya, hamınız tanıyırsınız yəni onu. 22 yaşında, məndən 3 il böyükdür. Öz sözünü
Dubai Pro səhnəsində dedi, orada çempion oldu. Türkiyənin ən cavan IFBB prosudur. Mr. Olimpiya səhnəsində bu qədər rəqiblərin içərisində bu insan 4-cü yer oldu. Yəni top 4 oldu. 4-cü yerə çıxdı. Maşallah olsun, halal olsun. Sabah deyəsən olmalıdır. Mustafa Yıldızın da yarışması var. Ondan əlavə Mustafa Yıldızın yoldaşı da iştirak edir. Özcan Kranç var. O da iştirak edir Mr. Olimpiyada mens fizik kateqoriyasında. İnşallah elə bir gün olar bizim ölkəmizdən də elə atletlər çıxar ki, gedib Mr. Olimpiya səhnəsində iştirak edib ölkəmizi layiqincə təmsil edir. Mən buna inanıram. Bunun yaxın illərdə olacağını fikirləşirəm əslində. Bizim ölkəmizdən də o qədər potensiallı atletlər var. Gedib Mr. Olimpiya səhnəsinə çıxıb öz sözlərini orada deyərlər. Mən də kardio edə Mr. Olimpiya yarışını izləyim. Çox maraqlı keçir yarışlar. Mənim üçün çox maraqlıdır. İnanın gecənin bir yarısı durmuşam. Əslində onların saatları tam fərqlidir Las Vegasda. Ona görə mənim bir yarısı durmuşam. Baxıram ki, xəbərlərə, nə xəbərlər gördüm ki, Niyatkaya finaldadır. Ümid edirəm ki, video xoşunuza gəlmişdir. Mənə dəstək olmağı unutmayın. Tam 6 həftə sonra mənlə inşallah Respublika səhnəsində olacağam. İnşallah çəkdiyimiz əziyyətlərin bəhrəsini görərik. Mənə dəstək olan hər kəsə çox sağ ol deyirəm. Var olasınız. Növbəti videolarda görüşənədək.